gəlin idmançılara göstərilən dövlət qayğısından danışarıq. İdmançılara göstərilən dövlət qayğısı həm də demək olar ki, bütün cəmiyyətə, bütün vətəndaşlara, bütün iş görən insanların hamısına göstərilən qayğıdır və ölkə başçımız cənab İlham Əliyev bu sahədə idmançıların həmişə yanında olub və onları izləməyə gedib dəfələrdən ailəsindən bir yerdə Mehriban xanımla idmançıları alqışladığını görmüşük. O sevincə qoşularaq necə sevindiyini görmüşük. Bax, bu ölkə başçısının idmançıların yanında olmağı deməkdir. Bugün idmançılar özlərində o qayğını hiss edirlər deyə İnşallah ki, 1-ə 5 həvəsləri artır ki, doğrudan da bayrağımızı yüksəltsinlər. Bugün biz burada idmançıları indi tanıdıqca görəcək ki, onlar çox gəncdirlər və bu gənc yaşında əgər onlar beynəlxalq oyunlara, xaricdə olan oyunlara qatılaraq ölkəmizə bayrağımız aldırlarsa, ölkəmizə medallar gətirirlərsə, onun özü elə bir çox qazanış deyil, bizim təxtikimizdir. Bugün istərdik ki, bu tədbirimizdən istifadə edərək ölkə başçımıza və dəyərli Mehriban xanıma da öz təşəkkürümüzü bildirək bugünkü qurululan kollektiv adından ki, idmançılara belə dəstək göstərir və idmançılarımız da həmişə söz verirlər ki, onların inamını, ümidini doğruldacaqlar və bayrağımızı daha uzaqlara qaldıracaqlar. Deyirəm ki, bəlkə bu yerdə İslam oyunlarında qalib olan oğullarımızın adını çəkin, bir onları siz də tanıyın. Necə deyirsiniz? İslam oyunu qalibləri Əliyev, Xəyal, gümüş medal gətirir. Əliyev, Əli, bürünc medal gətirir. Səlahəddin Uluzadə, bürünc medal. Uluzadə. Sonra bizim fəxri məşqçilərimiz də var. Əliyev fəxri məşqçimiz. İsayev Şəhriyar həm də federasiya rəhbərinin müavini olaraq çalışır. Çox çalışqan olandır. Mən ona böyük hörmətim var olasan. Bir də o oyunların iştirakçısı olub Emili Rizayeva. Onun atası bu yolda Bəli. Mən uşaqlar sizə daha böyük uğurlar arzulayıram. İnşallah gələn İslam oyunlarında qızıl medalları yəqin ki görəcəyik biz. Uğurlar olsun. İndi isə mən istəyirəm ki sözü verim Sevil xanıma verməliydik. Qadın İnkişaf Mərkəzinin idarə heyətində bu qərara gəldi ki, idmançılarla bir görüş keçirdək. Yəni Maytay idmançıları ilə. Ona görə indi Sevil xanım hələ yoldadır, gələr inşallah. Ona görə mən indi sözü verirəm bizim Maytay Federasiyasının prezidenti Araz Qusayevə. Hörmətli toplantı iştirakçıları, hörmətli şəhid anaları və onların hər birinin qarşısında baş əyərək, əllərindən öpərək və bir daha şəhidləri Allah rəhmət eləsin sözləri ilə öz sözümü davam etdirməyə başlayıram. Çünki bugün şəhidlər şəhid olmasaydılar, bizlər üçün öz canlarından keçməsəydilər, bizlər bu günləri burada heç bir toplanış keçirdə bilməzdik və üst rəngli Azərbaycan bayrağını qaldırıb himnisini darlandıra da bilməzdik. Çünki bu ölkənin tam suverenliyi, ərazi bütövlüyü bərpa olunması üçün onlar öz canlarından keçdilər və dəmir yumruğu ən yüksək pillələrdə Azərbaycan Ali Baş Komandanına təhvil verərək Ali Baş Komandan da öz sözünü deyərək dəmir yumruğu yüksəltdi və uzatdı. Ona görə hər birinin Allah şəhidlərimizə rəhmət eləsin, Allah onların valideynlərinə, qohum qardaşlarına, bacı qardaşlarına hər birisinə Allah səbir versin. Və bununla da Maytay Federasiyasının ictimai
birliklərə açıq iclasını eləməkdə məqsədimiz odur ki, hörmətli yazıçılarımız, ziyalılarımız, hər bir ictimai nüfuslu insanlar, hər biriniz buradasınız və sizin bu yolu qət edib və bu günləri bu toplantıya qoşulmaq üçün sizin hər birinizə öz təşəkkürümü və dərin minnətdarlığımı bildirirəm ki, bu gün Muay Thai idman növünü qəbul edərək, bildiyiniz kimi Muay Thai idman növü Avropa dünya çempionatlarında, İslam oyunlarında və digər beynəlxalq yarışlarda öz nüfuslarını və öz üç rəngli Azərbaycan bayrağı uğrunda apardığı mübarizəni qəbul edərək bu günləri bizlərlə, ictimaiyyətlə bərabər olaraq bu toplantıya sizlər də qatıldınız. Ona görə sizin hər birinizə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm ki, siz bizim hətta idmançılarımızı hər zaman dəstəkləyirsiniz, hər zaman önə gətirirsiniz və ictimaiyyətdə də böyük nüfus malik olmasına şərait yaradırsınız. Ona görə də sizə öz təşəkkürümü bildirirəm və bu günləri bizim toplantının Muay Thai Federasiyasının prezidenti olaraq toplanmamızın səbəbi odur ki, ictimaiyyətlə federasiyamızı açıq elan edək. Çünki hər bir analar, bacılar, hər biri övladlarını yetişdirəndə idmançı vətənə sevgi ilə yetişdirirlər. Siz inanırsınız ki, hamısı idmançıdırlar. Hamısı idmançı və idman ruhunda olan insanlardır. Çünki idmançı xarakterində yetişir ki, o vətən sevgisi yaranır. Mən öz idman tarixçəmə, öz necə deyərlər, tariximə dönsəm, mən də Masallı rayonunun Lürən kəndində anadan olmuşam və Bakıya gəlməyimin səbəbi idmanla bağlı olub. 15-16 yaşından sonra Bakıya gəlmişəm. Gəldiyim dövrdən də Uşsanda idman növündə başlamışam ilk mübarizəmi aparmağa. O növündə Azərbaycan çempionu olmuşam. Ondan sonra kickboksun 95-ci ildə Azərbaycana gəlişindən sonra kickboksdan da dəfələrlə ondan çox Azərbaycan çempionu olmuşam kickboks idman növündə və 6 dəfə də dünya çempionu olmuşam. Ondan sonra Muay Thai idman növünü Azərbaycana yenə gəlişində iştirak edərək qalan hissəsində Muay Thai idman növündən çempion olaraq 9 dəfə dünya çempion olmuşam, 4 dəfə də Avropa çempion olmuşam. Ondan da yuxarı Azərbaycan çempion olmuşam. Cənab ölkə prezidenti tərəfindən şəxsi fəxri fərmanı ilə tərtib olunmuşam, evlə mükafatlandırılmışam. Həm də bu günləri daşıdığım rütbədə polkovnik rütbəsini bugünkü günə qədər daşıyıram. Və daşımaqda da o bizim borcumuzdur, vətənə olan sevgimizdir. Bugünkü günə qədər daşıyıram. Ola bilsin, çox insanlar bunu bilmir, ancaq bu günləri yenə mən Fövqəladə Hallar Nazirliyinin polkovnik leytenant rütbəsini daşıyan bir zabitlərindən biriyəm. Bununla bağlı bir-iki sözlər də söyləmək istəyirəm ki, bizim idmanımız yetişməsi, formalaşması Azərbaycan əskərinin, zabitinin yetişməsi deməkdir. Çünki bunlar hər biri vətən sevgisidir. Vətən sevgisi də həqiqi mənada vətənə xidmət edən insanlara çevrilir. Çünki bu vətən sevgisi olmasa, bir gün əskər getmərsən, ya zabit olmarsan, ya da şəhid olmarsan, ya da qəhrəman olmarsan. Çünki bunlar hər biri insanda toplaşaraq və bu nəticəyə, bu uğra, bu qələbəyə, bu addıma uyğun gəlir. Ona görə bu günləri iclasımızı və toplantımızı ümumilikdə açıq elan edirik və burada kimin nə sözü olsa buyurub söyləyə bilər və idmançılar haqqında da söyləyə bilər və mənə də söyləyə bilər. Hər bir kəsə sərbəst olaraq gizli heç nəyim yoxdur və söyləməyə, cavab verməyə hazıram. Sevinərəm ki, kimlərsə mənə söz söyləsin, kimin ürəyində nəsə bir qara hissə varsa, mən onu açıqlayıb təmiz formada təqdim etməyə hazıram. Ona görə şəhid analarımızın əlindən öpüb başları qarşısında baş əyirəm və gələn bütün bizim ağbirçəklərimizə, bütün alimlərimizə iştirak edib, onun üçün də öz təşəkkürümü və minnətdarımı bildirirəm. Buyurun. Sağ olun. Mən Araz Bəyə söz verdim ki, burada bəziləri tanımırlar, bəziləri bugün aralarda gəzən söz-söhbətlər nigaran idilər. Mən düzdür, çoxuna Facebookda, sosial şəbəkələrdə cavab vermişəm və onun özü də həmişə cavab verə bilir və insanları geri çəkilməyə məcbur eləmişik artıq.
Yəni uğurlarınız bol olsun. Bugün Araz, səni tanıdı bu gələn adamlar. Mən istəyirəm bu gələn adamları da sizə təqdim edeyim ki, siz də tanıyasınız ki, Bu gələn adamları mən hamısını tanıyıram. Tanıyıram. Bu gənclərimizə təqdim etmək yaxşı olar, ancaq mənə təqdim edən hamısını tanıyıram. Yaxşı. Başdan başlayayım. Zakir Ağdamlı. Zakir müəllimdən böyük yol keçmişdir. Bəli, şairdir, həm də həkimdir. Kamran Orucov, Azərbaycan, vətənim Azərbaycanda Kamran müəllimlə də bəli. məni çox dəstəkləyən insanlardan biri. Bizim burada Qadın İnkişaf Mərkəzindən xeyli qadınlar iştirak edir. Xahiş edirəm qalxın əvə, Qadın İnkişaf Mərkəzindən olanlar. Bizim bu günləri təşkilatçılıq edən Qadın İnkişaf Mərkəzinin üzvləridir, İzmirə idarə Mən edəcək. bir şey demək istəyirəm ki, həyatda həm idmançı kimi mübarizəmizi axıra qədər davam etdirə bildik. Ona görə Azərbaycanın üç rəngli bayrağını qaldırıb mimizini səsləndirə bildik. Ancaq burada qadınlar çox təşkil edir, analarımız çox təşkil edir ona görə. Həyatda insanı tək qoymayan bir qadın var. Ondan qalan insanın yanında bu kişilərə təhqir olmasın, kişi qalmır. Axırda qadınlar qalır. Sənə dəstək verən də qadın olur, ona görə o anadır. Ona görə həmişə mən deyirəm, anaların qarşısında, ataların qarşısında baş əyir. O heç, ancaq anaların qarşısında baş əymək mütləqdir. O hansı səbəbdən yaranır? O da ana olmaq səbəbindən yaranır. Ona görə axıra qədər də haçan baxırsan, tək olduğun gün baxırsan, görürsən ki, bir neçə qadın var, səni dəstəkləyir durmadan. Yazır, pozur, özü də ən ağır gəlmək istəyir, sənə dəstək vermək istəyir. Ona görə günləri qadınlara öz necə təşəkkürümüzü və minnətdarımızı bir də analarımızın da əlindən öpək. Tamara xanım uzun illərin bütün təhsil müəssisələrində dərs deyən, müəlliməsi əməkdar müəllimdir. Nəsibə Vedibasarı hamı tanıyır. Gözəl şeirlərin, gözəl mahnıların müəllifidir. Maya xanım İsmailova şəhid bacısıdır. Allah rəhmət eləsin şəhidimizə və gözəl yazıcıdır, həm də şairdir. Bir neçə kitabın müəllifidir. Söz verəcəm ona, onda sizi kitabında hədiyyə edəcək. Ayda xanımı tanımayan mənə elə gəlir yoxdur. İlk qadın hərbi komandir, polis mayoru, müharibə veteranı. Ayda xanımla da yola keçmişik, bərabər mübarizə varmış. Zəminə xanım Mirhadiyeva, New York Azərbaycan Assosiasiyasının Amerikada olan New York Azərbaycan Assosiasiyasının vitse-prezidentidir. Hər il oktyabrın 18-də Bakıda olsa da gedir Amerikaya, New York'da Azərbaycan bayrağını qaldırır, sonra qayıdır. Əməkdar məşqçidir, dama üzrə əməkdar məşqçidir. Ən əsası Zəfər bayrağını 8 noyabrda. 8 noyabrda da Amerikada Zəfər bayrağı qaldı. Eşq olsun. Ahara xanım Həsənova bizim həkimimizdir. Cavanlıq eliksiri yaradıb və onu indi inşallah ki verəcək, qocalan adam olmayacaq. Hoş gəldiniz. Burada Sevil xanım Xəlil qızı, şair, publisist, 11 kitabın müəllifi. Şair. Hicran xanım Şərifova, həkim, o da Ağdamlıdır, sahibkar xanımdır. Mənim iş yoldaşımdır. Bəli, həm də bəli. Musa müəllim uzun illər polisdə, hüquq mühafizə orqanlarında xidmət göstərmiş, mənim ən yaxın dostlarımdan biridir. Natiq Bədalov akademikdir, bəli. O böyük işlərin iştirakçısıdır, yəni gərəkli adamdır. Sonra oradan gəlir Camalzadə Hacı. Kitabları xaricdə nəşr olunan, dərc olunan və orada yayımlanan bir neçə dildə Rus, İngilis dillərində yayımlanan yazıcımızdır. Gözəl kitablar müəllifidir. Qalxın, sizi görürsünlər. Günel xanım mənim o da mənəvi qızlarımdan biridir. Bakıda yaşayarkən mənim
tədbirlərimi milli geyimdə aparıcısı olub. Artıq sonradan ailə qurdu, Türkiyəyə getdi. Türkiyədə də böyük işlərin sahibidir, psixoloqdur. Bir neçə çıxış yolu Komandasının Türkiyə nümayəndəsi. Türkiyə üzrə təmsilçisidir. Gülşad xanım Elvira Süleymanova ilə çiyin-çiyinə çalışan xanımdır. Səlimə xanım İsmailova Türk İrsi Qlobal Qadın Platformasının rəhbəridir. Gülşad xanım Qadın İşğal Mərkəzinin üzvü. Arkada Əlibə xanım bizim gözəl xalçasımızdır. Yəni çox gözəl şahidkardır. Orada Səkirə xanım Hacıyeva Azərbaycan Milli Elmlər Akademiyasının Tərlan xanım da Tərlan xanım. Yasamal Sahibkar Qadınlar Birliyində sədri müavinidir. Xanım, bizim xanım, Qadın İnkişaf Mərkəzinin fəallarındandır. Zərifə xanım, o da Qadın İnkişaf Mərkəzində Sibrisdə uşaqlara dərs verir. Zəhra xanım bizim Forever şirkətinin nümayəndəsidir. Təzəggül xanım, qalqın. Təzəggül xanım pedagogika elmə üzrə fəlsəfə doktorudur. Aybəniz xanım, Aybəniz qal. Bizim fəlakət hüquqşünasımızdır. Cəmiyyətdə ən çox yer alan. Sonra orada Cəbrayıl Qəmbər, həvəskar şair, həvəskar musiqiçi, bədii qiraətçi, hərbi bir təxəssis Cəbrayıl Qəmbər olur. Sonra orada kimdir? Pərvanə xanım Abşeron rayon mərkəzləşmiş kitabxana sistemində sədrim var. Orada Məsrə xanım qaldı. Xəzinə olan və gözəl bir autizmlə uşaqlarla tədris keçirsən. Yurt İqtisadi İnkişaf Mərkəzi. Yurt Millisində başıdı, yurt. Elmira xanım Dərəyə. Sevil xanım burada. Adal Qarlıslar sormasının fərəli. Sevil xanım bizim Elvira Süleymanovanın sınavdaşı. Bu anal Şəhid olmamışdan qabaq, anaları da iş xanımlarıydı. Mən özüm Elmira xanım, Uçmanın yanında olmuşam, məni xanımlar tanıyır. Özüm cidaist olmuşam, idmançı olmuşam. Özüm Güləş Federasiyasında işləmişəm. Bu ananın oğlu ilə, mənim oğlum bir yerdə, Arzu Hüseynova var, SSR idman ustası. Bəlkə də tanıyasınız. Onların getirməsi olub. İkisi Sübhanla, Elvin. Yəni biz indi də bir şəhid analarıyıq. Görürsünüz, qara libasa bürünmüşük. Biz sizin kəlağayları dəyişmək layihəsini irəli keçirdirik, bilirsiniz də. Qızılı kəlağay var. Özüm də polkovnik leytenant Səfər Əmrovun qızıyam. Özüm atam da şəhiddir. 7 yaşında. Ata üzünə həsrət qalmışam. Ata nəvazişi görməmişəm. Amma dünyanın ən böyük acısı, kədəri, qəmi, səndən ölənə qədər qəbrə olan bir dərd evlad acısıdır. Allah heç bir anaya evlad acısı göstərməsin. Amma bizim evladlarımız tək bizim ailədən yox, bütün Azərbaycandan getdi. Yəni bunlar bütün Azərbaycan xalqını başına uca etdilər. Və sizlərə də böyük hörmətimiz var. Allah sizlərə can sağlığı versin. Siz Türkiyədə olanda biz çox narahat olurduq. Mən dəfələrlə sizin yazıların altına, videolarınızın altına şərhlər yazmışam.